غير المغضوب عليهم ولا الضالين آمين بسم الله الرحمن الرحيم قل هو الله أحد الله لم يلد Allah rahmet eylesin. Hürmetli cemaat, aziz şehit ataları, hürmetli şehit anaları. Bugün balarımızın 3 tane tədbiri var. Yasin balamızın yanındayıq. Yaser Yalçın Ziyad. Yaser'in yanına gideceğiz indi. Yaser'in yanındayıq. Yalçın'ın yanına gideceğiz indi. Buranın tədbiri tutarıb Yaser'in yanına gidirik. Bizim belə məqsədimiz belə oldu ki, saat 11'e kadar bunları tutaraq 11'de Ziya tədbiri başlayacaq. Hürmetli cemaat, həmişəki xahişimi yenə də eləyirəm sizə. Bir də gəlin ki, biz gözəl məkandayıq, gözəl ziyarətdəyik, gözəl cənnət məkan, şəhidlər xiyabanındayıq. Bir də gəlin ki, Türk şəhidlərimizin xatirəsini yad eləyək, sonra tədbirimizi devam etdirək. Teşekkür ederim. Çok sağ olun. Hürmetli Efkan. Bugün Yaser balamın yanındasınız. Anası da yanındadır, siz yanındasınız. Tüm halk yanındadır. O özü orada geçirdir. Öz cennet mekan yoldaşlarıyla birlikte ad gününü. Biz ise burada onun karşısında ona itaat edirik, ona secde edirik. Neyinki ona tüm şehitler bağlarımıza, şehit olan bağlarımıza. Allah Teala şehit olan bağlarımızın yerini cennet eylesin. Bir neçə kəlmə. Atalsan durmuşsan solunda. Çok sağ olun. Allah kömək olsun. Allah cəm şəhidlərimizin yerini cennet eylesin. Çok sağ olun. Teşekkür ederim. Hürmetli cemaat, aziz şehit ataları, hürmetli şehit anaları. Ziyarettir. Siz bir nefer olsun, 20 nefer olsun. Ziyarettir. İlk sözü şehit atası Cöhün Malım buyur. Çok sağ olun. Çok sağ olun ki bunları Afgan kardeşimizin ailesini tək qoymadık. Bunları bilirsiniz. Şəhid balamızın ad günüdür, mövlududur. Yalçın balamızın, Ziyad balamızın ve Yaser balamızın cənnətdəki mövludları mübarək olsun. Onların simasında bütün günləri mövludu olan bütün şəhid babalarımızın mövludu mübarək olsun. Şəhadətləri mübarək olsun. Onların ailələrinə Allah'tan səbir diləyirəm. Evlad itkisi ağır bir itkidir. Və heç kim arzulamaram evladla sınağa çəksin. Allah Teala və bizi Allah Teala bütün
Biz sınava çəkilmişik. Allah sabır versin bütün şəhid ailələrinə. Amin. Allah qazilərimizə şəfa versin, əsgərlərimizə, veteranlarımızı qorusun, əsgərlərimizi qorusun. Allah üç rəngli bayrağımızı həmişə uzalarda dalğalandırsın. Çox sağ olun. Allah razı olsun abi. Çok sağ olun. Teşekkür ederim. Şehir atası Sübhan Müəllim buyur. Allah hamd sağ olun. Yaxın qardaşımız səslənmiş. Biz ümumiyyətlə belə hər gün ziyarətlər edirik. Ziyarətlər də gedilməli, çünki bizim bu yaşadığımız xoş günlər məhz bu Yasər balamız kimi şəhidlərimizin sayəsindədir. Allah yerlərini cənnət versin. Amin. Ağır işdir, ağır çətindir o itirmək, amma böyük qürurdur. Qürur demək üçün bütün Azərbaycanın qeyrətini çəkən olanlardır. Allah oradan belə razı olsun. Dövlətimizin birliyi, bərabərliyi daimi olsun. Amin. Xalqımızla ölkə prezidenti daima bizə deyərlər, kişi hökumət adamlarının vasitəsilə bir yerdə olsun. Çünki dövləti yaradan xalqdır. Xalq dövlətin arxasında olanda həmişə gücü olur. Bizdə 2020-ci ildə bütün millət prezidentin bir səsi ilə Yasər kimi balalar öz torpaqlarını qorudu. İnşallah bizim yeni yetmələrimiz də vətənsevər olar, torpaqları qoruyar. Qalan insanların da borcudur ki, bu şəhidlərə, qazilərə, veteranlara qiymət versin. Onların hələ öz tutduğu vəzifədən asılı olaraq qayğısına qalsın. Çünki bu cür Yasər kimi balalar itiriblər. Şəhəri veriblər bu torpaqdan ötürü, bu dövlətdən ötürü, cəmaatın gözəl yaşamasından ötürü, dövlətin də üstünə düşən. Allah dövlət başçımızın canı sağ eləsin. Şəhid valideynləri həmişə yanında olur. Nə yaxşılarımız var, çoxdur. Allah yaxşılarının canı sağ eləsin. Hələ öz tutduğu vəzifəsini düzgün icra eləsə, valla torpaqlarımız da gedməzdi, nə də bu qədər şəhidimiz olmazdı. Bu şəhidlərimiz bizə zəfər qazandırdı. Yəni, bilirsiniz ki, Azərbaycan torpağı 100 illərdir zəfər qazanmırdı. Məhz Yasər kimi olanların sayəsində bugün Yasərin adını görə Yasərin adını seçirəm. Bu şəhid balalarımızın, döyüşən oğlanlarımızın, ordumuzun sayəsində biz bugünlüyük. Güləşli Azərbaycanın gələcəyi işi hamı bir olmalıdır. Ən başlıca şəhidləri başladı tutmaq lazımdır. Qazilərə, veteranlara hörmət yaraşmaq lazımdır. Ağsaqqallara hörmət eləmək lazımdır. Bizim də bu adətlərimiz böyük gələndə kişilər həmişə dururdu. Şükür Allah ki, bizim Azərbaycanda belə bir adət-ənənə qalıb. Bu günləri bütün Azərbaycanda nə qədər şəhidimiz var, nə qədər yolda olan şəhidlərimiz var, adını olan şəhidlərimiz var. Allah mübarək eləsin, Allah yerlərini cənnət eləsin. Çox sağ olun. Kardeş. Çok sağ ol, teşekkür ederim. Zakir buyur bir de çekelim. Allah şəhidimizi ruhunu şad etsin. Valideynlərə səbir. Çok sağ olun. Hürmetli cemaat. Ben elan elədim size, məlumat verdim ki bugün 3 şəhidimizin anım günü ve ad günü var. Hürmetli cemaat. Orada da cemaatimiz gözləyir. Hamısı bizimdir, hamısı bizim cemaatımızdır, hamısı bizim qohumlarımızdır, hamısı biz hamı için yürürük. Ve hamı da bizim için gelmelidir. Allah Teala her bir cemaattan, her bir insandan razı olsun. Allah Azerbaycan halkını xoşbaxt eləsin. Allah Şamaxı cemaatini xoşbaxt eləsin. Hamısı ne olursa, ne eliriksə, ne dua eliriksə hamısı bağlarımızın sayesindədir. Allah Teala bunları yerin cennet eləsin. Heç kim loğulana bilmez. Heç kim ne de yağsız genişenler çaya bilmez ki. Ben hiçbir şey görürsen. Ancak bunların sayesindədir. Bugünkü quruculuğumuz, abadlığımız, prezidentimizin sayesinde Dağlı Başkomandan başına dönüp prezidentimin Allah canını salamat eləsin. Mehriban xanımın Allah şaman eləsin. Allah Teala her birinizden razı olsun, hürmetli cemaat. Allah süvar eləsin. Şu zaman da olsun. Her birine teşekkür ederim. Gelip şimdi Xan Məhəmməd bir neçə kəlmə yekunlaşdırıram. Xan Məhəmməd bir neçə kəlmə arzu cemaat gözləyir. Çox sağ olun Ağazar müəllim. Allah Ağarza müəllim, hə. yerin cənnət eləsin. Amin. Yasər balamız. Günlərin yaş günüdə Allah məkanı cənnət eləsin cəm şəhidlərimiz. Çox sağ olun ki, siz bizimlə 5 ildə dəstəksiniz. Allah sizi var eləsin. Allah hamımızdan razı olsun. Gələn əvuz var olsun. Amin. Əfqan qardaş, Allah sizə də səbir versin. Və bizim Allah
yerin cennet eylesin bağlarını. Cem şahitlerimiz. Ve bizim yanında tedbirimiz ancak ondan başka bir şey için Allah yerden cennet eylesin. Tedbirimiz yok, ziyaretimiz. Ziyaretimiz burada. Evet. Allah Teala bunları yeri cennet eylesin. Çok sağ ol, teşekkür ederim. Allah her birinizden razı olsun cemaat. Bununla da Efkan'ın ziyareti başa çattı. Ona göre de hürmetli acıdan karşı edilen dua ver, gece şakat. آمين ربنا ظلمنا أنفسنا وإن لم تغفر لنا وترحمنا لنكونن من الخاسرين والحب بالجنة والنجاة من النار رحم الله من عبد الفاتحة صراط المستقيم صراط الضالين آمين بسم الله هو الله أحد الله Allah rahmet eylesin. Allah rahmet eylesin. Gidelim.